Söhbət o səsdən getsə çoxunun səsi yoxdur. Bir dəfə çıxıb deyir ki, mənim müəllimim intiqamdır. 2 günə müəllim olur. Bir vaxtlar vardı ki, o mənə böyük ustad deyirdi. İndi nə deyir, indi ola bilər ağlı azalıbdır. Biraz bəlkə də ola bilər ki, özünü biraz buraxıb. Hansı ki, o mənim ona nə hörmətim ola bilər ki? Bugünkü gündə qəşəng yaşayır, qəşəng tək qazanır da, amma fərqində deyil. O bəlkə də elə bilir ki, tacir olmasaydı bu belə olacaqdı. Yox. Məndən olmuşsan, insan olmuşsan, həm də sənət qazanmışsan. Bu insan deyil. Amma nəyəsə xətrinə mən onunla görüşəm, hətta deyirəm ki, çox irəli gedirlər. Şiri çaqqala boğdururlar. Biz nə də maraqlanın da. Mən öləndən sonra da elə yönünə qiymət vermildim. Niyə anladırsınız? Nə qədər anladasınız? Bizim artıq həyatımız yalandır. Hiçbir insanda dürüstlük qalmayıb. Padişah Malalı hər hansı bir kimi toya gedib 500-300 manat qazanmamalıdır. Mənim heykəlim qoyulmalıdır.